qədim Agoradayıq. Bu qədim şəhərdə insanlar toplaşır, qanunları müzakirə edir, ticarət aparırdılar. Hefestos məbədi eramızdan əvvəl 5-ci əsrdə tikilib. Əvvəllər kilsə kimi istifadə olunub deyə çox yaxşı qalıb. Günün batımı isə bu məbədə bir başqa rəng qatır. Burada gəzərkən qədim su boruları və kanalizasiya sisteminin qalıqlarını gördük. Təsəvvür edin, 1000 illər əvvəl Afinalılar artıq belə inkişaf etmiş sistem qurmuşdular. Burada həmçinin 11-ci əsrə aid müqəddəs Həvarilər kilsəsi də qorunub saxlanılıb. Bu kilsə Bizans memarlığının gözəl nümunələrindən biridir. Agoranın digər hissəsində isə Stoa Atallosa binası var. Hal-hazırda muzey kimi istifadə olunur. İçəridə qədim Afinadan tapılmış qablar, heykəllər və gündəlik həyat əşyaları nümayiş olunur. Bir sözlə, Agora Afina tarixinin bütün qatlarını özündə birləşdirir. Agora ərazisinə girişin qiyməti isə 20 avrodur.